Təsəvvür edin, indi görün, hicab müdafiəçisinin nə qədər Allah yanında hörməti var. Qeyrət müdafiəçisinin, cəmaatın namusunu qoruyanın Allah qatında görün nə qədər hörməti var. Bugün də cəmiyyətimizdə bu problemlər var. Bugün də hicab müdafiə olunmalıdır, qeyrət namus müdafiə olunmalıdır. Əgər kim bu məsələdə səhlənkarlıq edirsə, kim bu məsələdə bivez qalırsa, biganə qalırsa, deyib mənim nə işimə qalıb, bilsin səhv etdi. Bütün Həzrəti İbrahimin xəttindən dönür. Həzrəti İbrahimin xətti qeyrət xəttidir, namus xəttidir. Öz xanımını necə qorudu, bizə bir əxlaqi dəyəri nümayiş elətdirdi, qeyrətin simvoludur. İndi bizdən onu tələb eləmirlər ki, bizdən tələb eləyirlər ki, başımız bağlı olsun. Xanımlarca din başlarını bağlasınlar. Allah rəhmət eləsin şəhid mütəriyə. Çox dəyərli bir fikir səsləndirdi hicab üçün. Dedi, hicab qadının türməsi deyil ki. Bəziləri hicabı o qapalını türmə kimi bənzədirlər. Türməyə bənzədirlər, türməyə salır. Xeyr, şəhid mütəri buyurur, hicab qadının türməsi deyil, əksinə onun qalasıdır. Necə insanlar düşmənlərindən qorunmaq üçün qalaya sığınırlar, qadınlar da naməhrəm kişilərin xəyanət baxışlarından onların saçlarına və bədənlərinə baxılmasından qorunmaq üçün hicab qalasına sığınırlar. Yəni hicab böyük bir dəyərdir. Qeyrətin, namusun simvoludur. Günlərin hər bir kişi bunu bilməlidir. Həzrət İbrahimi İslam ideologiyasına özünə nümunə bilən kişi gələr günlərin hicabı müdafiə edir və sona qədər də mübarizə aparar. Bizim dəyərimiz vallahi bu mübarizələrdə bilinir. Bunlar hamısı moizələrdir, dərslərdir, ziyarət, bunlar hamısı müqəddimədir. Əsas meydanlarda məsələlər agah olunur.